İndi bax qarşıda sağ tərəfdə tətbiq olunmuş nişanlara görürsənmi istiqamət göstərici nişanlar var. Deməli sol zolaq sola dönmək üçün nəzərdə tutulan zolaqdır və biz də sol zolaqdayıq. Sola dönməyə icazə verilən yollarda geriyə dönməyə də icazə verilir və biz indi səninlə geriyə dönmə əməliyyatını yerinə yetirəcəyik. Yəni U dönüşlərini. Və təbii ki, orada yəqin ki, gördün, işıqfor var. Burada hərəkət işıqforun bölmələri ilə tənzimlənir. Bizim üçün sola dönmə siqnalı yananda biz hərəkətimizi davam etdirə bilərik. Bax, indi görürsən, əsas bölmədə düz gedənlər üçün yaşıl bölmə söndü. Onlar dayanır. İndi sol zolaqdakılar üçün dönməyə icazə verildi. Yəni, əlavə bölmədə sola dönmə siqnalı yandı. Biz ora çatanda artıq o bizim üçün yanan yaşıl sönmüş olacaq. Bu ayrı məsələ. Ancaq gözləməliyik ki, bizim üçün yaşıl yansın. Əyləci bıraq. İndi biz Təranə bu U dönüşünü hansı şəkildə yerinə yetirməliyik? Praktikasını izah edirəm, nəzəriyyəsini izah elədim. Bu arada biz sola dönərkən, yəni geriyə dönərkən sola dönmə siqnalını yandır. Oradan yuxarıdan gələn avtomobillər olacaq. Bax, motosikli görsən, onlar bizim sağımıza düşəcəyi üçün onlara da yol verəcək. Çünki onlara da eyni anda yaşıl bölmə yanacaq. Deməli, ilk öncə bax bu sağda olan xətt ki var, bu xəttə mümkün qədər yaxın gəlirik ki, o bardurdan mümkün qədər kənarlaşaq. Və kənarlaşdığımız təqdirdə ən az 1 metr varmı böyür məsafəmiz? Biz səninlə geniş, dar, təhlükəli döngələrin hesablanmasını öyrənmişdik. Bu olur artıq dar döngə. Dar döngələrdə güzgümüz çatanda sükanı çevirirdik və axıra qədər çevirirdik, düzdürmü? Və bunu tətbiq edirik indi, yaxşı? Deməli, güzgümüz bardurun sonuna çatanda sükanı axıra qədər sola çevirəcəyik. Ancaq oradan gələnləri nəzərə almaq şərti ilə. Əyləci bıraq biraz. Bir qədər irəliyə doğru gedək. Kifayət elədi. İndi baxaq işıqforun bölməsinə, bizim üçün əlavə bölməni gözləyək. İndi hazırlaş. Əyləci bıraq. İrəliyə doğru get. İndi çevir sükanı sona qədər. Bax bunlara gördün. Bunlara yol verməliyik. Biraz da əyləci bıraq. Siqnal verəcəklər arxadan.